Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugün sizə elə bir mənzil təqdim edirəm ki, bu mənzildə özünüzün, uşaqlarınızın, valideynlərinizin, hər birinizin ayrı-ayrılıqda otağı olacaq. Yəni, qonaqlar üçün də ayrı otaq var. Yəni, rahat yaşamaq üçün çox ideal bir mənzil təqdim edirəm sizə. Təsəvvür eləyin, 190.5 kvadrat ölçüsü var bu mənzilin. Oradan artıq təsəvvür eləyin mənzilin böyüklüyünü. Çox gözəl də proyekti var. İndi mən proyektlə bağlı hər şeyi mənzildə sizə göstərəcəm. Siz isə videonu diqqətlə izləyin və mənzil haqqında da fikirlərinizi yazın. Birlikdə müzakirə eləyək. Nəyi bəyənirsiniz, nəyi bəyənməsəz videonun altında yaza bilərsiniz. Və sona qədər izləyin. Sonunda da mənzilin qiymətini nəzərinizə çatdıracağım. Başlayaq. Vaxt itirmədən mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə. Burada bizim şkafımız yığılıb, divar içi. Dərinliyi də ideal səviyyədədir, yəni yuxarı hissələr də şkafdır, paltar, ayaqqabı rahatlıqla yerləşdirə bilərsiniz. Üzbəüz qapı ilə bu hissədə dresuarımız var, dekor güzlərdən istifadə olunub, dekorumuz da yerləşdirilib. Döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub, giriş hissədə də kifayət qədər geniş ölçüyə malikdir. Otaqların yerləşməsini deyim, girişdən sağda mənzilin əsas yataq otağıdır, bura ikinci yataq otağıdır, burada yerləşir mənzilin çamaşırxanası, ümumi sanitar qovşaq, üçüncü yataq otağı, mətbəximiz və artıq gördünüz bu gözəl otaqda mənzilin qonaq otağıdır. Kifayət qədər geniş ölçüsü var, yəni təxmini 40-45 kvadrat, bəlkə də daha çoxdur, 47-48 kvadrat ölçüsü var bu qonaq otağının. Yəqin ki, videodan da hiss olunur. Bütün mebel dəsti tam rahatlıqla yerləşdirilib, mərkəzdə böyük divanımız, jurnalli, arxada 6 nəfərlik masa yerləşdirilib, döşəməsi parketdir, yəni tam hazır mənzildir, əlavə nəsə almağa ehtiyac yoxdur, sadəcə gəlib yaşamaq qalır. TV stand bu hissədə yığılıb, görürsünüz aşağı hissəsi və sağ hissəsi şkafdır, aksesuarlar da yerləşdirilib, kitablıq, böyük ekran, televizorumuz var burada. İşıqlandırmada 2 ədəd lüstrdən istifadə olunub, biri mərkəzdə böyük, digər isə masanın üzərində olan lüstrumuz əlavə olaraq gizli işıq spotlar hamısı qaydasındadır. Böyük vitraj pəncərələrimiz var, 2 dənə pərdələr, hər bir şey asılıb hazırdır. Bu hissədə də yenə şkafımız var, divarda dekor güzgülər yerləşdirilib, gözəl lepka işləmələrimiz də var, lepka daraqlardan istifadə olunub, kondisioner qoyulub hazırdır, bu hissədə bura işıqlar da yerləşdirilib. Burada da yine dekorumuz var, gizli işıqla və nəzərə çatdırım ki, divarlarda dekorativ boyadan istifadə olunub, yəni divar kağızı və yaxud adi emulsiya deyil. Belə, keçək digər otaqlara. Elə qonaq otağının yanında yerləşən göstərim sizə mənzilin mətbəxini. Dediyim kimi, otaqların ölçüsü kifayət qədər genişdir. Yəni, mənzilin əvvəldə də qeyd etdim, ölçüsü çox geniş ölçüyə malikdir. Bura mənzilin mətbəxidir. Girişdə olan isti döşəmə burada da davam etdirilib. Yeni mətbəx mebelimiz yığılıb, tam axıra kimidir, görürsünüz, yuxarı hissələri də şkafdır. İçərisində göstərim nümunə olaraq, yəni dərinlikdə yaxşıdır. Üstü və sinəli mərmərdir, qaz peçi, aspirator bunlar var. 2 qapılı soyuducumuz yerləşdirilib burada. Sobalar, buradan mənzilin eyvanına da çıxış var. İstili sistem kombidir, aparat da quraşdırılıb hazırdır. 4 nəfərlik masamız yerləşdirilib bu hissədə, bu arxası da işlənilib dekor güzgülər, tavan hissəsində ümumi olaraq göstərək və burada əlavə nəyimiz var? Yenə qapının üzərində kondisionerimiz və televizor yerləşdirilib, tam hazır vəziyyətdədir. Mənzil yəni hazırdır, sadəcə gəlib yaşamaq qalır. Buradan mən sizə göstərim mənzilin çamaşırxanasını, yəni paltaryan üçün yer burada ayrıca qoyulub, paltaryan da burada yerləşdirilib. Və burada yerləşir mənzilin ümumi sanitar qovşağı. Göstərək, tam olaraq hazırda bütün aksesuarlarla təchiz olunub. İçərisində göstərim, burada deməli duş kabinimiz, içərisində kifayət qədər genişdir. Yəni bu ümumi olanda mənzildə ümumilikdə 3 sanitar qovşaq var. Digəri isə yataq otaqların daxilindədir. Gəlin buradan başlayaq mənzilin əsas yataq otağından. Buranın da ölçüsü, yəni kifayət qədər genişdir, döşəməni qeyd etdim, parketdir. Deməli, tam olaraq mebellə təchiz olunub, taxtımız yerləşdirilib burada, arxa hissəsinə işlənilib,
kubka və dekor güzgülərdən istifadə olunub. Burada make-up'ımız var. Pufikdə hamısı yerləşdirilib, kondisionerinə kimi qoyulub hazırdır. Otaqlarda pəncərələr hamısı vitrajdır. Bunu da özü də mənzilə əlavə gözəllik verir. Mərkəzli gözəl lüstrumuz, yenə burada TV stendimiz yığılıb, televizor, hər şey yerləşdirilib, aksesuarına kimi hər bir şey var və təbii ki, aşağı hissələrdə şkafdır. Və yataq otağın bu hissəsində şkafımız yığılıb, divar içi gömmə, buranı da göstərək. Yəni, yuxarıya kimi kifayət qədər yer var, yəni əşya yerləşdirməklə bağlı heç bir problem yoxdur. Və bu yataq otağın daxilində yerləşir mənzilin ümumilikdə ikinci sanitar qovşağı. Buranı da göstərək, maraqlı teksturalı qranitlər seçilib, ümumilikdə gözəl zövqlə təmir olunub. İçərisi də dediyim kimi kifayət qədər genişdir, divar içi unitaz gözəl moydadır, işıqlı güzgü ilə və təbii ki, sanuzeldə isti döşəmə ilə təchiz olunub. Gəlin, buradan mən sizə göstərim mənzilin ikinci yataq otağını. Yəni, burada da hər bir şey tam olaraq hazırdır. Sadəcə digər otaqlardan nə fərqlənir? Rənglər, təmir, yəni hər otağın, belə deyim, öz gözəlliyi var. Burada da taxtımız yerləşib, yenə arxa hissələrdə gözəl zövqlə bəzədilib. Radiator qoyulub hazırdır. Bu hissədə make-up'ımız, aypara güzgü ilə, kondisioner, televizor, yenə aşağı hissəsi də şkafdır və yataq otağın bu hissəsində yenə əlavə olaraq şkafımız yığılıb. Buranı da göstərək. Eyni ilə yuxarı və bu yataq otağın daxilində yerləşir. Mənzilin ümumilikdə 3-cü sanitar qovşağı. Yəni, 2 yataq otağın daxilində ayrıca sanitar qovşaqlarımız var. Buranı da ümumi olaraq göstərək. Hər sanitar qovşağın öz gözəlliyi var, yəni maraqlı qranitlər də seçilib. Keçək, mən sizə göstərim 3-cü yataq otağını, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağım. Bura isə mənzilin 3-cü yataq otağı, yəni buranı uşaq otağı kimi də istifadə edə bilərsiniz. Yəni, istəkdən asılıdır, bu sizin şəxsi seçiminizdir. Burada deməli 2 ədəd ayrılıqda taxtımız yerləşdirilib, arxa hissəsi də gözəl dekorla bəzədilib. Burada yazı masamız var, yenə kitablar, uşaqlarınızın əşyaları yerləşdirməsi yerlər nəzərlənib, kondisionerimiz, buradan balaca eyvana çıxış var, əlavə nəyimiz var, dizayna uyğun tablolar, televizorumuz, yenə hər otaqda televizor var, bu hissədə də yenə şkaf mövcuddur. Belə, mən demək olar, mənzildə olan hər bir şeyi göstərdim, məlumatları nəzərə çatdırım, yerləşir. Qış parkının yanında Nizami metrosuna və 28 may metrosuna yaxın ərazidədir. Daha çox 28 Nizami metrosuna yaxındır, qış parkının, belə deyim, 200 dəqiqəlik məsafədədir, Targoviya 5-6 dəqiqə məsafə, yəni şəhərin düz mərkəzində yerləşir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmayıb. 4 otaqlı mənzildir. Videonun əvvəlində ölçüsünü qeyd etdim. 190.5 kvadrat ölçüsü var. Yerləşir 11-ci mərtəbədə. Binanın da geniş, qapalı, mühafizə olunan həyəti, uşaq meydançası, yəni bunların hamısı var. Yeraltı avto dayanacağına kimi hər bir şey mövcuddur. Və sənədlər də qaydasındadır, çıxarış, yəni kupça var. Mənzilin start olaraq qiyməti 848.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.